Yaxşı, yaxşı uşaqlar, axşamınız xeyir olsun. Bugün keçirik qoşmanın izahını. Baxaq. Çalışdığım qədər səliqəli yazmağa çalışacağım. Axırda da bu vərəqi təsvir formasında satacağım. Deməli, qoşma ismin, yiyəlik, sonra adlığı ikinci yazdım. Meyb yox. Adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarına qoşulan köməkçilik hissəsidir. Deməli, qoşma nəyə qoşulur? İsmin, yiyəlik, adlıq, yönlük, çıxışlıq hallarına qoşulur. Hansı hallara qoşula bilmir? Yerliklə təsirliyə. Yerlik və təsirliyə qoşulmur. Deməli, ismin adlıq, yiyəlik, yönlük, çıxışlıq halına qoşulan və müxtəlif məna çalarları əmələ gətirən köməkçi nitq hissəmiz qoşmadır. Qoşma təklikdə heç bir müstəqil məna bildirmir. Qoşma quruluş baxımından yalnız sadədir. Bütün qoşmalar nədir? Yalnız sadədirlər. Digər köməkçi nitq hissələrindən fərqli olaraq, qoşmalar qoşulduğu sözlə birlikdə bir cümlə üzvü olurlar. Məsələn, nümunə deyək. Məktəbə qədər onunla getdik. Bax, burada getdik xəbərdir, düzdür? Kiminlə getdik? Onunla. Hara qədər? Məktəbə qədər. Burada, bax, bu qədər qoşmadır. Məsafə bildirən qoşmadır. Və məktəb sözünə qoşulubdursa, bunların ikisini birlikdə cümlə üzvü götürürük. Qədər köməkçi hissəsidir deyə onu ayırmırıq. Köməkçi hissələri bilirik də cümlə üzvü olmur. Amma burada qoşma, digər köməkçi hissələrindən fərqli olaraq qoşulduğu sözlə bir yerdə cümlə üzvü vəzifəsində çıxış eləyə bilir. Deməli, feillərimiz qoşma ilə işlənə bilmir. Qoşma ilə işlənə bilər məstər və feili sifət. Məstər və feili sifət qoşma ilə işlənə bilər. Məsəl üçün, oxumaq üçün. Üçün qoşmadır. Məstərlə işlənibdir. Feili sifət. Feili sifət oxuyan üçün. Məstər və feil sifət qoşma ilə işlənə bilir. Qoşma ilə bəs nə işlənə bilmir? Feili bağlama, qırmızı nə yazaq? Feili bağlama və təsriflənən feillər, yəni feilin şəkilləri, təsriflənən feillər nə ağarmır? Qoşma ilə işlənmir. Qırmızı ilə yazdıqlarım işlənməyənlərdir, yaşqo yazaq. Deməli, isim işlənir, sifət işlənir, say işlənir, zərf işlənir, əvəzlikdə işlənir. Feildən isə məstər və feil sifət işlənə bilər. Feil bağlama ilə təsriflənən feil qoşma ilə işlənə bilməz. Bir də yadımızda saxlayırıq ki, tək hecalı qoşmalarımız var. Onlar sözə bitişik yazılır. Tək hecalı qoşmalarımız hansılardır? Tək hecalı. Tək hecalı qoşmalar 4 dənədir. Dək, can, 2 variant, ca 2 variant, ca 2 variant, bir də tək qoşmaları var. Bu nədir uşaqlar? Tək hecalı qoşmalardır. Sözə bitişik yazılır. Gəl hamısına bir dənə nümunə deyək. Deyirəm ki, evədək onu ötürdüm. Fikir ver, bitişik yazılıbdır. Və yaxud elə evəcən də demək olar da. Evəcən eyni şeydir. Dəklə cən bir-birinə
sinonimdir. Bu ikisi bir-birinə sinonimdir. İkisi də məsafə bildirən qoşmadır. Evəcan onu ötürdüm. Cacə. Deyirəm, uşaqca ağlın yoxdur. Yəni, uşaq qədər. Uşaqca. Çı yox, c olmalıdır. Deyək. Uşaqca ağlın yoxdur. Yəni, uşaq qədər ağlın yoxdur mənasında. Gördün, getdi cacə neynədir? Bitişdim. Daha sonra tək deyirsən ki, qardaşım tək dayaq tapa bilmərəm. Yenə gördün, neynədir? Qoşma tək hecalıdır deyə getdi sözə qoşuldu. Tək hecalı qoşmalarımız hansıdır? Dək, can, ca və tək. Təklə can da bir-birinə nədirlər? Sinonimdirlər, yəni eyni mənanı verirlər. Sonra gəldik uşaqlar, qoşmanın məna çalarlarına. Qoy bunu ikinci səhifədən yazaq. Ya da buradan yazaq. Qoşmanın məna çalarları. Qoşmanın məna çalarlarını oxumağınız məsləhətdir. Amma orada bir dənə məqam var ki, eyni qoşma müxtəlif cümlələrdə müxtəlif məzmunlar ifadə edə bilər. Baxarıq buna. Qoşmaların məna çalarlarını oxuyursunuz, amma şeir kimi əzbərləməyə ehtiyac yoxdur. Cümlədə mənasını tutsan bəs eləyir. Qoşmanın məna çalarları 1. Bənzətmə var. Bənzətmə. Yəni, qoşmalar qoşulduğu sözlə bir yerdə nəyisə bənzədə bilər. 2. Birgəlik vasitə var. Yəni, nəyinsə vasitəsi ilə, nəyinsə birgəliyi ilə bir işi görməyin məzmununu sənə çatdırır. 3. Məsafə var. Məsafə bildirir. Bu zaman məsafəsi də ola bilər. Bu metr məsafəsi də ola bilər. İstiqamət. Sənin getdiyin istiqaməti bildirən qoşmalarımız var. Sonra aidlik, məxsusluq. Bir əşyanın kiməsə aid olmasını, məxsus olmasını bildirən qoşmalarımız var. Sonra zaman qoşmalarımız var. Zaman. Daha sonra fərqləndirmə qoşmalarımız var. Nə var? Fərqləndirmə. İki insanı, iki əşyanı bir-birindən fərqləndirərkən istifadə edəcəyik. Və səbəb, məqsəd qoşmalarımız var. Səbəb, məqsəd və bunlar həm də istinad da deyirlər. İstinad bildirən qoşmalarımız var. İndi mən sənə deyəcəm, cümlələr deyəcəm. Sən orada məzmunundan təkrar eləyirəm, tutmaq lazımdır. Məzmunundan tutmaq lazımdır ki, hansı qoşma, hansı məzmunu verir. Məsəl üçün deyirəm ki, tutalım deyirəm, bir dənə cümlə yazaq. Aydan kimi yaxşı oxuyur. Çox yaxın yazdım bir dəqiqə. Aydan kimi neynir? Yaxşı oxuyur. Kiminsə oxumağını Aydanın yaxşı oxumağına bənzədir. Aydındır, neynədir? Bənzətdir. Deyirəm, o da Aydan kimi yaxşı oxuyur. Kiminsə oxumağını Aydanın oxumağına bənzədirəm. Mənanı tuta bilirsən? İndi gəl məsafə eləyək. Burada kimi qoşmadır. Deyirəm ki, mən evə kimi tutalım, bacımla getdim. Evə kimi bacımla getdim. İndi burada da eyni qoşmadır, fikir ver. Kimi. Burada nə bildirir ay uşaqlar? Məsafə bildirir. Evə kimi, yəni mən hara qədər bacımla getmişəm? Evə kimi getmişəm. Burada hara qədər sualı çıxır, hara qədər, hara kimi sualı çıxır. Və sənin getdiyin yolun məsafəsini bildirir, düzdür? Onda buradakı kimi qoşması məsafə bildirəcək. Buradakı kimi qoşması, buradakı aydandakı kimi qoşması nəyisə bənzədəcək, düzdür? Bir də deyirəm ki,
Sabaha kimi yatmamışam. İndi fikir ver. Burada nəyəsə bənzətmir. Hər hansısa bir məsafə yoxdur. Nə bildirir? Sabaha kimi yatmamışam. Yatmadığının zamanını bildirir. Nə qədər yatmamısan? Sabaha kimi yatmamısan. Burada isə zaman bildirir. Bax gördünmü? Kimi qoşması məsafə də bildirə bilər, zaman da bildirə bilər, bənzətmə də bildirə bilər. Ona görə deyirəm ki, qoşmaların məna çalarlarını cümlədə mənasını tutmaq daha yaxşıdır. İndi gəl baxaq. Bənzətmə bildirənləri gəl qırmızı ilə yazaq. Bənzətmə bildirənlər qədər, kimi, tək və ca2 variant. Bunlar bənzətmə bildirir. Aydan özə qoşmaların məna çalarlar tutan bənzətmədə 4 dənədirlər. Bir-birlərinin hamısı sinonimidirlər. Gəl yoxlayaq. Aydan kimi yaxşı oxuyur, aydan qədər yaxşı oxuyur, aydan tək yaxşı oxuyur, aydanca oxuyur. Yəni aydan qədər mənasında. Cacə qədərlə əvəz olunanda qoşmadır. Yaxşı. Deməli, qoşmaların məna çalarları bir eyni məna qrupuna daxil olan qoşmalar nədir? Bir-birinə sinonimdirlər. Birgəlik vasitə. Birgəlik vasitə ən çox ilədir. Ən çox qoy altına yazım, qarışıq olmaz. Ən çox ilədir. Bəzən isə cacə şəklində nədir? Göstərə bilər özünü. Məsəl üçün deyirəm ki, mən qələmlə yazıram. İlə qoşması bu arada lalə şəklində sözə bitiş edə bilər. Fikir ver. Qələmlə yazıram, yəni qələm ilə yazıram. Bu ilə qoşması gedib sözə bitişibdir sadəcə olaraq. Bu halda çaşmaq lazım deyil. Və yazıram. Nə ilə yazıram? Nəyin vasitəsindən yazıram? Qələm ilə yazıram. Bir də yadında saxlayırsan ki, çox qabağına çıxacaq bu ifadə. Qoy bunun birini silim. Yol boyunca ifadəsini sən fe'li bağlamada da məncə görübsən. İndən sonra da görə gedəsən. Yol boyunca sözündəki cacə qoşmadır. Yol boyu ilə deməkdir. Yol boyunca söyüdlər. Söyüdlərin kölgəsində igidlər. Bax, yol boyunca söyüdlər deyəndə hara yazım bilmirəm. Yol boyunca söyüdlər. Dayan, qoy belə yazaq. Yol boyunca söyüdlər. Düzdür? Bax, cacə bayaqlar bir cümlə işlətdik. Dedi ki, eyni məna qrupuna daxil olan qoşmalar bir-birinə sinonim ola bilər. Eyni məna, yəni birgəlik vasitə mənasında hansı qoşmalarımız var? İlə, cacə. Deməli, bunlar cacəni ilə ilə əvəz eləyə bilirsənsə qoşmadır. Yol boyunca söyüdlər, yol boyu ilə söyüdlər. Buradakı bu hissəni ınca şəkilçisinə oxşadıb birdən fe'li bağlama deyərsən. Məsəl üçün, doyunca yemək. Bunu hara yazaq, deyən görüm. Doyunca yedik. Birdən bu doyunca yediklə, bu niyə belə olur bilmirəm, uşaqlar. Ekran oynayır. Doyunca yedik deyəndə birdən bu boyunca sözündəki şəkilçilərlə doyunca yediyin şəkilçilərini eyniləşdirərsən. Doyunca yedik fe'li bağlamadır. Inca şəkilçisidir. Yol boyunca söyüdlər, yol boyu ilə söyüdlər deyəndə qoşmadır. Bunlar qoşmadır. Diqqətli ol. Bir tərəfə yaz da, yol boyunca söyüdlər həmişə qoşma olacaqdır. Sonra məsafə bildirənlərə baxırıq. Məsafə bildirənlərdə deməli var qədər. Qədər, kimi, dək, bir də can2 variant. Bunlar nə bildirir? Məsafə bildirir. Bura nümunə yazmışıq, hamısını sinonim kimi işlədi. Evə kimi bacımla getdim. Evə qədər bacımla getdim. Evə dək bacımla getdim. Evə cən bacımla getdim. Görürsən, hamısı bir-birinə əvəz edir. Dəklə candan ağaracaq. Bitişik yazılan qoşmalarımız
olacaqdır. Bəzən bizim getdiyimiz yönü, istiqaməti bildirən qoşmalarımız mövcud ola bilər. Məsəl üçün, tərəf, məktəbə tərəf, məktəbə qarşı, məktəbə sarı, məktəbə doğru gedirdik. Deyirəm, bax, məktəbə, qoyun nümunə yazaq, baxaq. Məktəbə tərəf gedirik. Bax, buradakı tərəf qoşması sənin getdiyin istiqaməti bildirir. Sənin getdiyin istiqaməti bildirir. Sən deyə bilərsən, məktəbə qarşı gedirik, məktəbə sarı gedirik, məktəbə doğru gedirik, düzdürmü? Deməli, istiqamət bildirən qoşmalar da hansıdır? Tərəf, qarşı, sarı, doğru. Sənin getdiyin istiqaməti bildirir. Aidlik, məxsusluq. Nə isə kiməsə aid olmasını bildirir. Nə olacaq? Aid, məxsusun özü. Bunlar sinonimləri. Dair, haqqında, haqda da olar. Da onu yazmıram. Haqqında, haqda, bir də barəsində. Barəsində də olar, barədə də olar. Birini yazıram. Deyirəm ki, ona aid sənədlər itmişdi. Gəl baxaq. Ona aid sənədlər, ona məxsus sənədlər, ona dair sənədlər itmişdi. Bax, bu üçü bir sinonimdir uşaqlar. Bax, bu üçü bir sinonimdir, bir-birini əvəz eləyir. Bu ikisi də bir sinonimdir, bir-birini əvəz eləyir. Deyirsən ki, biz onun haqqında danışanda o sinifə daxil oldu. Onun haqqında. Haqqında qoşmadır. Haqqında da deyə bilərsən, barəsində də deyə bilərsən. Hər ikisi nədir? Qoşmadır. Sonra gəldik zaman. Zaman mənası bildirənlər hansı olacaqdır? Zərfə oxşayan sözlər. Sonra, əvvəl, qabaq, bir də bəri. Deyirəm ki, kimi də ola bilər. Kimi də ola bilər, amma bu, daha doğrusu burada yazdıqlarımız, bunun sinonimi kimi işlənməyəcəkdir. Gəl baxaq. Deyirəm ki, dərsdən sonra görüşdük. Nə bildirir? Sənin görüşdüyünün vaxtını bildirir, düzdür? Və yaxud da, dərsdən əvvəl iclas keçirildi. İclasın vaxtını bildirir, zamanını bildirir. İclasdan qabaq, nə bilim, neynədik? İclasdan qabaq həyətdə söhbət eləyirdik. Əvvəllə qabaq bir-birinə sinonimdilər bu arada. İclasdan qabaq söhbət edirdik. Bir də deyirəm, illərdən bəri dostumu görməmişdim. Görsən, hamısı zaman məzmunu yaradır. Fərqləndirmə. Nə isə, nədənsə və ya kimisə, kimdənsə fərqləndirmə məzmunu daşıyan qoşmalarımız bunlardır. Qeyri, başqa, savayı, özgə, bir də əlavə. Cümlə yazacağam, cümlədən məzmununu tut. Deyirəm, səndən başqa bu işi heç kim görə bilməz. Bu işi heç kəs görməz. Bax, sanki heç kəs görə bilmir, bircə nəfər görə bilir. Biz o bircə nəfəri, yəni səni, onlardan neynirik? Fərqləndiririk. Və yaxud ondan savayı heç kəs oxumur. Yəni, heç kəs oxumur, bircə nəfər oxuyur, o da odur. Onu nə ilə fərqləndiririk? Savayı ilə. Ondan qeyri heç kəs oxumur, ondan başqa heç kəs oxumur, ondan savayı heç kəs oxumur, ondan özgə heç kəs oxumur, ondan əlavə heç kəs oxumur. Fərqləndirmə məzmunlu qoşmalarımız da nədir? Bulardılar. Səbəb məqsəd qoşmaları nə olacaq uşaqlar? Ən hasad da bulardır. Üçün, görə,
Əsasən də ötürü. Gəl baxaq. Deyirəm ki, sənin üçün gəlmişəm. Sənin üçün gəlmişəm. Niyə gəlmişəm? Sənin üçün gəlmişəm. Düzdür? Nə bildirir? Səbəb. Və yaxud səndən ötürü gəlmişəm. Nə bildirəcək? Bax, bu üçündən ötürü neyəcək? Səbəb bildirir, bir də məqsəd də bildirə bilər. Gəl, məqsəd bildirən də yazaq. Deyirəm ki, oxumaq üçün Bakıya getdi. Oxumaq üçün Bakıya getdi. Hansı məqsədlə Bakıya getdi? Oxumaq üçün Bakıya getdi. Burada nə bildirir? Məqsəd. Birinci cümlədə nə bildirirdi? Səbəb. Deməli, uşaqlar, qoşmaların neçə məna növü var? 1. Bənzətmə. 2. Birgəlik vasitə. 3. Məsafə. 4. İstiqamət. 5. Aidlik, məxsusluq. 6. Zaman. 7. Fərqləndirmə. 8 isə səbəb, məqsəd, istinad qoşmaları. Nə iş görürsən? Sən bunların hamısını əzbərləyirsən. Necə əzbərləyirsən? Məsəl üçün, bənzətmə bildirənlər mən səndən soruşanda deyəsən qədər, kimi, tək, cacə. Birgəlik vasitə bildirənlər ilə cacə. Məsafə bildirənlər kimi, qədər, dək, cancən. İstiqamət bildirənlər tərəf, qarşı, sarı, doğru. Bax, bu formada əzbərləyəcəksən. Bir də ki, bir qoşma müxtəlif cümlələrdə kimi qoşması kimi müxtəlif məzmunlar ifadə etdikdə sən bunları nə etməlisən? Fərqləndirməyi bacarmalısan. Yəni necə fərqləndirəcəksən? Verdiyin sualdan fərqləndirəcəksən. Bəs qoşma hansı hala qoşulub onu hardan bilirik? Onu da bir dənə cümlədə işlədirik və yaxud da nümunə gətiririk. Qoşma hansı hala qoşulubdursa, deyirik həmin qoşma həmin hala, ismin həmin halına qoşulur. Məsəl üçün, kimi qoşması. Burada hansı hala qoşulub? Yönlüyə. Deyirik ki, məktəbə tərəf. Tərəf hansı hala qoşulub? Yönlüyə. Haqqında qoşması. Sənin haqqında. Getdi nəyə qoşuldu? Yəliyə. Deyirəm sənə məxsus. Nəyə qoşuldu? Sənə məxsus. Yönlüyə. Deyirəm səndən başqa. Nəyə qoşuldu? Çıxışlığa. Deməli, qoşmanın qoşulduğu ismin halını necə müəyyənləşdiririk? Ya nümunədə bizə verəcək kör-kör, gör-gör şəkilçiyə baxıb biləcək, ya da ki, qoşmanı götürüb istədiyin sözə qoşacaqsan. Hansı hala qoşulursa, deyirsən ki, həmin qoşma həmin hala qoşula bilən qoşmadır. Bu qoşmalar. Gəldi, qoşmalarla amonim olan sözlərimiz var, ay uşaqlar. Qoşmalarla amonim olan sözlər. Məsəl üçün, kimidən başlayaq. Kimi həm qoşma ola bilər, həm bir də harda keçibsən, əvəzlik ola bilər. Gəl baxaq. Deyirəm ki, məktəbə kimi getdik. Bir də deyirəm ki, kimi oxuyur, kimi danışır. Məktəbə kimi getdik, hara qədər getdik mənasında qoşmadır. Oxuyur kim, kimi, danışır kim, kimi. Burada kimi, kimsə mənasındadır. Kimsə mənasını verən kimi sözü əvəzlik olur həmişə. Qoy bir dəqiqə bu videonu burada saxlayayım, gerisini də çəkirəm.